Allah, bağışlayan və mehriban Allahın adıyla. Əziz, dəyərli izləyicilərimizi salamlayıram. Biz bugün də sözə elə bir adla başlayırıq ki, o ad çəkiləndə qəlblər aramlıq tapır. Təbii ki, uca Allahın adıyla. Allahın nuru, hidayəti, mərhəməti olsun əziz, dəyərli izləyicilərimizin üzərinə. İrs Media olaraq bugün də qərara gəldik ki, bir çox insanların eşitdiyi, amma tam şəkildə anlamadığı və yaxud da heç anlamaq istəmədiyi bir mövzu haqqında müzakirə aparaq. Əslində, həmin mövzu bizim üçün böyük bir nemətdir. Müsəlman aləminin böyük bayramlarından biridir. Belə deyək ki, Allahın bayramıdır. Çünki haqqın batilə qələbə çaldığı gündür. Təbii ki, Qədirxum bayramı. Elə mən fürsətdən istifadə edib, başda əsrimizin imamı Mövlamız, Allah onun zuhurunu təcil eləsin, Mehdi əleyhissalam olmaqla bütün müsəlmanlara bu gözəl bayram münasibəti ilə təbrik ərz edirəm. Əslində, Əli əleyhissalamın vilayəti bizim üçün həm nimətdir, həm də ki, imtahandır. Təbii ki, Allaha sonsuz həm təşəkkür borcumuz var ki, bizi bu vilayətdə qərar verib. Duamız da odur ki, Rəbbimiz əlimizdən tutsun son nəfəsə qədər bu vilayətdə sabit qədəm qalaq ki, imtahandan uzaq çıxaq. Onu deyə bilərəm ki, kimlər bu imtahandan uzaq çıxdılarsa, çıxacaqlarsa da xoş olsun hallarına. Qədirxum hadisəsi əslində bizlərin susmamalı olduğumuz bir həqiqətdir. Qədirxum hadisəsi keçmişdə qalan bir dayanacaq deyil. Peyğəmbər Salavatullahın ümmətə verdiyi ilahi bir mesajdır. Bir cümlə bəzən tarix yazır. Peyğəmbər Salavatullahın əsrlər boyu bir söz istifadə elədik, yəni işlətdi. Hansı sözdür o? Mən kimin mövlasıyam, Əli də onun mövlasıdır və indiyə qədər o söz insanların qəlbində yaşayır. Əslində o sözü Peyğəmbər deməklə bizə deyirdi ki, yəni bizə bunu xatırladırdı ki, biz haqqı tanıyaq, ədaləti sevək və vicdanla yaşayaq. Və Qədirxum hadisəsi əslində haqqın, vəfanın yanında durmağın çağırışıdır və haqdır, ədalətdir, vəfadır. İslamın gözəl dəyərlərindən sayılır. Və Peyğəmbər Salavatullah o isti çöldə yüzlərlə insanın yanında Əli əleyhissalamın ucaldanda əslində bizə doğru yolu göstərirdi ki, biz haqqı tanıyaq və doğru insanın yanında duraq. Və həmin gün Peyğəmbər Salavatullah insanların qəlbinə gözəl bir əmanət qoydu. Əli əleyhissalamın sevgisini və onun yolunu. Və Əli əleyhissalamın həyatı bizə nəyi göstərir, öyrədir? İnsanın böyüklüyü onun sesində yox, onun ədalətindədir. Onun gücündə yox, Allah qarşısında təvazökarlığındadır. Və Qədirxum hadisəsinin bizlərə mesajı budur ki, insan doğru, yəni haqqı tanısa, əsla doğru yolu itirməz. Və o gözəl, haqqın gözəl ünvanlarından biri təbii ki, Əli əleyhissalamdır. Mən bugün də deyirəm ki, mən heç kiməm Qədirxum haqqında bir şey deyim. Düzdür ki, mənim üçün böyük nemətdir. Daha gözəl şəkildə dərk eləmək istəyərəm. Studiyamızda çox gözəl, əziz, dəyərli qonağımız var. Mən ümidvaram ki, xanım gözəl şəkildə aydınlıq gətirəcək. Biz də bilmədiklərimizi öyrənəcəyik. Və bu xanım mən artıq illərdir ki, tanıyıram. İslam yolunda gözəl xidmətləri var. Bizim bir yerdə gözəl tədbirlərimiz, xidmətlərimiz olub. Əziz, dəyərli Hacı xanım, ilahiyyatçı Səbriyə Hüseynova. Xoş gəlmişsiniz Hacı xanım. Sizi burada görmək çox xoşdur. O dəyərli vaxtınızı ayırmışsınız. Bugün bizimlə bir yerdəsiniz. Allah sizdən razı olsun. Təşəkkür edirəm Şəbnəm xanım. Mən də ilk öncə Qədirxum bayramı münasibəti ilə zəmanəmizin imamı İmam Mehdi əleyhissalamı və Əhl-i Beyt sevənləri, bu gözəlliyi dərk edənləri səmimi qəlbdən təbrik edirəm və bizim əziyyətimizi çəkən kamera arxasında olan insanlara da öz təşəkkürümü bildirirəm və ilk növbədə Qədirxum barədə danışmaq üçün məni dəvət etdiyinizə görə sizə öz xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarım. Qədirxum barədə danışmaq bu əsrlərdə danışılır və danışmaqda vacib olan bir mövzudur. Mühümdür, əhəmiyyətlidir. Bu təkcə susuz, səhralıqda baş verən tarixi bir dayanacaq və yaxud da ki, səfər xatirələrindən ibarət bir hadisə deyil. Bu hadisədə, Qədirxumda İslam ümməti üçün bir mesaj var.
rəhbərlik məsələsi var, İslam ümmətinin vəzifələri var, inkişafı var, Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsihəti var, əmanəti var və s. İlk öncə mən istəyirəm ki, o Qədirxum hadisəsindən baş vermədən öncə bir tarixi var edək. Nə baş vermişdi? Peyğəmbər sallallahu aleyhi və səlləm bilirik ki, həcdə özü iştirak etmək üçün Allah tərəfindən bir əmr almışdı. Çünki hər il həcc mövsümündə Ərəbistanın müxtəlif bölgələrindən Məkkəyə yüzlərlə, minlərlə insanlar axın edirdilər. Həzrəti İbrahim əleyhissalamdan bizə əmanət qalan, yəni o dövrdə əmanət qalan həcc mərasimi öz mahiyyətindən uzaqlaşmışdı. Buna görə də Peyğəmbər sallallahu onları doğru düzgün insanlara praktik şəkildə çatdırması üçün özü elan etdi ki, bu il həcc mərasimində iştirak edəcək. Onu da əlavə edim ki, yəni bu şeylərə biz aşağıda deyəcəklərimizdən öncə mən bunu demək istəyirəm ki, Peyğəmbər sallallahu o dövrdə Allah tərəfindən göndəriləni hamısını öz sözü ilə, öz feilləri ilə, təqriri ilə insanlara çatdırmışdı. Bir qalmışdı nə? Həcc mərasimini özü şəxsən iştirak etsin və insanlara doğru düzgün çatdırsın. Və bunu eşidən, bu elanı eşidən, bu sevgi, bu mənəviyyat qatarına necə deyim, iştirak etmək müsəlmanlar Mədinə və Mədinə ətrafında çadırlar qurub Peyğəmbər sallallahu hərəkət etməsini gözlədilər. Artıq Peyğəmbər sallallahu şəhərdən çıxarkən İbn Dəcanəni öz yerində canişin təyin etdi. Aşağıda deyəcəklərimizə bir müqəddimə olaraq. Və həcc mərasimini Peyğəmbər sallallahu yerinə yetirdi. Ərəfədə, Minada gözəl moizə etdi. Bəzi ləğv olunmalı şeyləri onları ləğv etdi. Artıq həcc mərasimini tamamladıqdan sonra Mədinəyə yola düşdü. Mədinəyə yola düşərkən Qədirxum deyilən bir susuz ərazidə Allah-u Teala tərəfindən Peyğəmbər sallallahu dayanmaq əmri verildi. Çünki ayə nazil olmuşdu. Bu hansı ayə idi? Maidə surəsi 67. Baxmayaraq ki, insanların o həcdəki əziyyətləri, səfər yorğunluğu, susuzluq, amma Peyğəmbər sallallahu aleyhi və səlləm əmr etdi ki, öndə gedənlər geri qayıtsınlar, arxada qalanlar da gəlsinlər, müsəlmanlar bir yerə toplaşsınlar. Nə idi bu? Nə vacib idi? Ey Peyğəmbər, axı cəmaat səninlə bu boyda həcc mərasimini yerinə yetirmişdi, hamısı əziyyət çəkmişdi, yorğun idi. Nə baş vermişdi? Artıq ayə nazil olmuşdu. Ayə orada çatdırmalı idi. Peyğəmbər sallallahu ayəni Mədinədə çatdıra bilərdi? Bəli. Amma yox. Allah-u Teala məhz həmin yerdə yüz minlərlə insanların qarşısında çatdırmağı əmr eləyirdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dəvələrin və atların üzərində özü üçün bir minbər düzəltdi və üzərinə çıxdı və bir gözəl xütbə oxudu. Allahın birliyindən, müsəlmanların gələcəyindən və əmanətindən və buyurdu ki, sizə iki şey əmanət eləyirəm. Qurani Kərimi, bir də Əhl-i Beytimi. Onlarda nə önə keçməyin, nə də arxada qalmayın. Onlara da elm öyrətməyin. Və bu hadisədə belə deyək ki, deyəcəksiniz ki, dəyərli tamaşaçılarımız da sual edə bilərsiniz ki, Cəfərlər də belə danışırlar. Sünni mənbəsində varmı bu hadisə? Bəli, onu deyəcəkdim ki, Əhl-i Sünni mənbələrində var. Bəli. Amma ki, bəziləri Allah buyurduğu şəkildə qəbul edirlər. Bəziləri isə o cür qəbul eləmək istəmirlər. Bəli. Bu cür istəyirik, bu cür qəbul edirik. Belə bir şey yəni var, mövcuddur. Bununla bağlı zəhmət olmasa. Əlbəttə ki, baxın, Səqələyn hədisindən Peyğəmbər sallallahu yenə deyirəm, xütbə etdikdən sonra əmanət nəsihət etdi. Səqələyn iki formada oxunur. Siqleyn və yaxud da ki, səqil sözündəndir. Hər ikisi siqil deməli ağır deməkdir. Səqəl isə dəyərli deməkdir. Və bunu mən Əhl-i Sünnət mənbələrindən toplamışam və bu mənbələr də mütəvatir həddədir. Sünən-i Tirmiz 8-ci cild səhifə
199, Muttəqi Hindi Kənzül Ümman 1-ci cild səhifə 48, Səhih Müslim Fədail Əli İbn Əbu Talib babından, Müsnəd Əhməd 4-cü cild səhifə 431, Tarixi Bağdadi 8-ci cild səhifə 442, Xarəzmi Mənayiq səhifə 93, Müstədrəki Hakim 3-cü cild səhifə 109. Yəni bunu mən uzada bilərəm. Bəli. Yəni Səqələyn hədisindən, hadisəsindən sonra Peyğəmbər sallallahu ümmətə yol göstərdiyi, nəsihət etdiyi, sonda səsini ucaltdı. Ucaltdı və dedi ki, sual bir verdi möminlərə ki, möminlərin özlərindən daha artıq ixtiyar sahibi kimdir? İnsanlar buyurdular ki, ey Allahın Rəsulu, təbii ki Allah bilər, bir də Allah Rəsulu bilər. Və Peyğəmbər sallallahu buyurdu ki, Allahu Mevlayə, ənə Mevla müminun, mən kuntu Mevla, fəhəzə əli Mevla. Allah mənim Mövlamdır. Mən də möminlərin Mövlasıyam. Mən kimin Mövlasıyamsa, Əli də onun Mövlasıdır və deyərək Əli əleyhissalamın əlini yuxarıya qaldırdı. Və bu sözü 3 dəfə Peyğəmbər sallallahu təsdiq etdi. Və sonra üzünü səmaya qaldıraraq belə bir dua etdi ki, ilahi, onu sevənləri sev, ona düşmən olanlara düşmən ol. Bəli. Sonra belə bir Peyğəmbər sallallahu belə bir şey buyurdu ki, burada olanlar burada olmayanlara çatdırsınlar. Yəni nə deməkdir bu? Burada olanlar burada olmayanlara çatdırsın. Ola bilsin ki, bunun mahiyyətini anlayanlar, anlaya bilməyənlər olacaqdır. Təbii ki, gələcəkdə elə bir qövm olacaqdır ki, Peyğəmbər sallallahu nə demək istədiyini ortaya çıxaracaqdılar. Yəni ona görə də tövsiyə etdi ki, burada olanlar burada olmayanlara çatdırsınlar. Orada Mövla sözü ki var. Məsələn, Əhl-i Şiə mənbələrində Mövla necə başa düşülür? Əhl-i Sünnə mənbələrində necə başa düşülür? Baxın, Mövla sözü. Bəli. Əvvəlcə mən onu deyim ki, bax bu Qədirxum hədisidir. Qədirxum hədisi ilə əlaqədar Əhl-i Sünnə mənbələrində bax vardır. Çünki Əhl-i Sünnə mənbələrində bu hədisin Əli əleyhissalam haqqında, yəni Əli əleyhissalamın xəlifəliyi haqqında nazil olduğunu təsdiqləyən sənədlər var. İndi Mövla sözünə gələcəm. Mən istəyirəm ki, bax o həmin mənbələri oxuyaq. Çünki baxın, elə bir şey deyirlər ki, o harda var, hansı kitabda var. Hətta ayəni soruşurlar, deyirlər ki, o ayə həmin vaxtı nazil olmayıb. Ona da aşağı biz açıqlıq gətirəcəyik. Məsələn, Təfsir-i Razi 11-ci cild səhifə 139. Musnəd Əhməd 4-cü cild səhifə 281. İstəyənlər bunu araşdıra bilərlər. Tarixi Bağdadi 8-ci cild səhifə 290. Xarəzmi Mənaqib səhifə 217. Təfsir-i Sələbi 9-cu cild səhifə 6757. İbn Hacər Əs-Səvaiq səhifə 107. İndi Mövla sözünə gəldikdə isə ərəb dilində biz bilirdik ki, bir sözün bir neçə mənası var. Çünki ərəb dili çox zəngin dildir. Ona görə Qurani-Kərim bu dildə nazil olub ki, biz onu hər tərəfli başa düşək. Məsələn, sevinç sözünü, fərəh sözünü digər dillərdə onu təsdiq edən, onu göstərən söz yoxdur. Amma ərəb dilində var. O sözü deyəndə biz bilirik ki, biz içimizdən nəyi hiss edirik? Allah-u Teala da o Mövla sözünü müxtəlif formalarda gətirmişdi. Ona görə indi mən Mövla sözünü bir neçə mənasını rəhbər, sahib, dost, yardımcı, ixtiyar sahibi. İndi əsas mübahisə nədədir burada? Hamı qəbul edir. Hətta mən aşağıda Əbu Səid Xudridən belə bir hədis nəql edəcəm və onun mənbəsini də verəcəm. Bəs məsələ nədir? Deyirlər ki, Peyğəmbər sallallahu bu sözü hansı mənada deyib? Sevgi, dost mənasında deyib, yoxsa rəhbərlik, imamət mənasında deyib? İndi Əhl-i Şiə deyir ki, Peyğəmbər sallallahu ki soruşdu, mən sizin məsələn, mən sizə özünüzdən daha yaxın deyiləmmi, ixtiyar sahibi deyiləmmi? Bu da rəhbərlik mənasında deyilmi? Bəli. Rəhbərlik mənasındadır deyə Əhl-i Şiə deyir ki,
Qədr Xumda Peyğəmbər sallallahu əleyhissalamın imamətini elan etdi. Özündən sonra İslam ümmətinə rəhbər təyin etdi. Bunu ixtiyar sahibliyi, rəhbərlik mənasında götürürlər. Əhl-i sünnə isə bu vida həcci ilə bağlıdır. Eyni zamanda burada məqsəd imaməti elan etmək deyil. Burada Əli əleyhissalama qarşı olan o şəxslərin narazılığını aparmaq idi. Çünki baxın Əhl-i sünnədə o qədər kitablar var ki, Əli əleyhissalamı o qədər vəsf eləyirlər ki, Əli əleyhissalama alternativ bir şəxs yoxdur. Əhl-i sünnə mənbələr olsun, Əhl-i şiə mənbələr olsun. Çünki İslam dini bərqərar olandan onun elmi, helmi, şücaəti göz qabağındadır. Bütün mənbələr heç kəs deyə bilməz ki, Əhl-i sünnə Əli əleyhissalama qarşı nəsə bir şeylər yazar. Xeyr, hətta Əhl-i sünnə mənbələri bizdən daha çox Əli əleyhissalamı vəsf eləyirlər. İndi Mövla sözünü Əhl-i sünnə qardaşlarımız burada dostluq, sevgi mənasında verirlər. Peyğəmbər sallallahu Əhl-i beyti sevməyi, Əli əleyhissalama düşmənçilik etməməyi tövsiyə etmişdir. Buna görə o Mövla sözündə bax orada xırda ixtilaf var. Bəli. Amma baxanda Nəticə böyük bir nətər deyim, bir fərq də görmürəm. Deməli mən belə bir Əbu Səid Xudridən belə bir hədis var. Əbu Səid Xudri Əhl-i sünnə cəmiyyəsində zabtı bir insandır. Yəni ki, hədis elmində onun danışıqları qəbul olunur. Etibarlı adamdır. Və məşhur sahabədir. Belə nəql edir ki, Həzrəti Peyğəmbər salavatullah cəmaatı Həzrəti Əli əleyhissalama beyət etməyə səslədi. Onun qolundan tutub yuxarı qaldırdı. Onlar hələ bir-birindən ayrılmamışdılar ki, Maidə surəsinin 3-cü ayəsi nazil oldu. Buna ikmal ayəsi deyilir. Bugün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamı bəyənib seçdim. Bu ayənin nazil olmasından sonra Peyğəmbər salavatullah belə buyurdu. Allahu Əkbər. Allah dini kamil edib, nemətlərini bizə əta etdi. Allah mənim risalətimə və Əlinin vilayətinə razı oldu. Sonra cəmaata üst tutub dedi ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Deməli, bu Hakim Həsqani Səvahidut Tənzil kitabında gəlib, hədis 212-ci hədisdir. Əhl-i sünnə mənbəyidir. Bəli. Buyur. Çox gözəl. O ki, bəzi insanlarla danışanda buyururlar ki, yox, Quranda dəlil sübut olmasa, ayə olmasa biz qəbul eləmirik. Bəli. Siz dediniz ki, Maidə surəsi, amma bəziləri deyir ki, həmin vaxt nazil olmayıb. Həmin gün üçün, hadisə üçün nazil olmayıb. Buna bağlı zəhmət olmayıb. Biz əvvəlcə Maidə surəsinə baxanda, Maidə surəsi mədəni ayədir. Deməli, Peyğəmbər sallallahu ömrünün sonlarında nazil olub. Yəni Mədinədə, yəni Peyğəmbər sallallahu dövrünün sonunda nazil olub. Amma Maidə 67 isə Qədr Xumda nazil olduğunu bizim əlimizdə sübutlarımız var. Əvvəlcə mən ayənin ərəbcəsini oxuyum və inşallah davam edərik. Bismillahirrahmanirrahim. Ya eyyuhər rasul, bəlliğ mə unzilə iləykə min rabbikə və illəm təf'al fəmə bəlləğdə risalətəhu vallahu ya'simuka minən nəs İnnəlləhə lə yəhdil qavməl kəfirin. Deyir ki, əyyuhər rasul, ey rasul, ey mənim peyğəmbərim, bəlliğ, çatdır, mə unzilə iləykə, o şey ki, Rəbbin sənə nazil edib, və illəm təfəl, əgər çatdırmasan, baxın, ayənin birinci hissəsinə baxın, yə əyyuhər rasul, bəlliğ, mə unzilə iləykə, ey peyğəmbər, Rəbbin sən tərəfindən sənə nazil olanı çatdır. Burada əmr var. Bir ayədə baxın, əgər çatdırmasan, etməsən, bil ki, onun tapşırığını çatdırmamısan. Allah səni insanlardan qoruyacaq. Şübhəsiz Allah kafirlərliyə hidayət etməz. Baxın, birinci hissədə əmr var, ikinci hissədə isə təhdid var. Bu nə məsələdir? Baxın, bu ayənin əvvəlinə baxanda və sonunda baxanda əhli kitab
haqqında gəlir. Əhli kitabın günaha meyilli olması, ilahi əmrlərə boyun əyməməsi haqqında Allah-u Teala onları danlayır. İndi amma burada vallahu ya'simuka minən-nəs sözü var. Allah səni insanlardan qoruyacaq. Nə məsələdir? Hansı insanlardan qoruyacaq? Bəli. Əgər biz desək ki, əhli kitab haqqında nazil olub, axı Qurani Kərimdə əhli kitaba müraciət forması var. Ya eyyuhəl-ləzinə hadi və yaxud da ki, nəsara sözləri keçir. Amma burada insanlar sözü var, nəs sözü. Əgər əhli kitab haqqında nazil olsaydı, axı Mədinənin sonları hicrətin deməli 10-cu il, 632-ci il elə bir dövr idi ki, müsəlmanların çiçəklənən vaxtı idi. Artıq əhli kitab bir kənara sıxışdırılmışdı. Onların fitnələri söndürülmüşdü. Onlar can vergisi verirdilər. Hətta bəziləri İslama rəğbətlənmişdilər. Yəni onlardan bir təhlükə yox idi. Kimdən qoruyacaqdı ki? Nədən qoruyacaqdı ki? Artıq onlarla mübarizə sonlandırılmışdı. İndi desək ki, deməli Peyğəmbər sallallahu bu hicrətin əvvəllərində nazil olub. Axı biz görürük ki, nazil olanda məsələn Peyğəmbər sallallahu əmr edilənlər yumşaq formada gəlir. Təhdidlə vermir. Bəli. Allah-u Teala Peyğəmbər sallallahu həmişə ürək-dirək verib. Məsələn, Müddəssir surəsində var ya eyyuhəl müdəssir qum fəənzir. Baxın, orada təhdid yoxdur. Və yaxud da ki, iqra bismi rabbikəl-ləzi xaləq. Orada təhdid mi var? Nədən qorxacaqdı? Onlar dinin ilk əvvəl formalaşan vaxtı idi. Hətta, indi biz aşağıda deyəcəyik ki, təhdid olsaydı belə müşriklərin ən qatı vaxtı olan idi. Məsələn, qılınclarının belə deyək, loru dilində qılınclarının arxası da, önü də iti kəsən vaxtlar idi. Onda təhdid gəlmirdi, yumşaqlıqla gəlirdisə, müsəlmanların möhkəmlənən vaxtında bu təhdid, bu çatdırma həvəsi hardan idi? Nəyi çatdırmalı idi? Ona diqqət etməsini istəyirəm mən, əziz tamaşaçılarımızın. Yəni, burada elə bir şey çatdırılmalı idi ki, burada təhlükə gözlənilirdi. Təhlükə, məsələn, Peyğəmbər sallallahu deyək ki, həyatı idi, və yaxud da din idi, dinin çatdırılması idi, nə idi? Görünür ki, Peyğəmbər sallallahu həmin ayəni çatdırılmaqda tərəddüd eləyirdi. Əndişəsi var idi. Nə idi əndişəsi? İndi onu aşağıda inşallah deyəcəyik. O ki, Allah Peyğəmbər nə hədəliyirdi? Bəli. Düzdürmü? Bu həmin o mövzudur da. Bəli. Hədəliyirdi. Peyğəmbər nədən narahat idi? Yəni ki, fikirləşirdi ki, eləsin, eləməsin. Yəni, Bəli. bax, onunla bağlı zəhmət olmasa, bu sual çox verilir əslində. Bəli. Nədən tərəddüd eləyirdi, düşünürdü. Yəni, Peyğəmbər sallallahu bilirdi ki, hətta Məkkədə 12 il qaldı. Heç vaxt la ilahe illallah kəlməsindən geri çəkilmədi. Hətta ona hədə gəldilər, ona nə desə, nə dedilər. Hətta nə dedi öz əmisinə? Dedi ki, bir əlimə günəşi, bir əlimə ay versəz, mən yenə də öz bu vəzifəmdən, bu sevgimdən, bu təbliğatımdan əl çəkmərəm. Görünür ki, bu qorxu, bu əndişə Peyğəmbər sallallahu da şəxsi deyildi, canından qorxmurdu. Hətta belə deyək ki, canından qorxsaydı belə, o Mədinəyə gizli cəmaatı yola saldı, oradakı yaşayanları, sonda özü çıxmışdı. Hətta qızı körpəsi Fatimə salamla əleyhanı da Məkkədə qoydu çıxmışdı. Sonra onu əleyhissalam ailəsinə çıxartdı. Əndişə Peyğəmbər sallallahu şəxsindən deyildi. Əndişə Peyğəmbər sallallahu oydu ki, ümmət parçalana bilərdi. Bəzi insanlar, məsələn, o rəhbərlik məsələsinə çox həssaslığı var idi. Hətta Peyğəmbər sallallahu kömək lazım olan vaxtı qəbilələrdən biri bilirsiniz ki, təklif elədi sürdü ki, biz sənə dəstək ola bilərik, sənə iman gətirə bilərik. Bir şərtlə ki, nə şərti idi ki, səndən sonra sənin yerinə canişin biz olaq. Peyğəmbər sallallahu yenə deyirəm, köməyə ehtiyacı olan vaxt, tək qaldığı vaxt yenə buyurdu ki, bu mənlik deyil, bu Allahın ixtiyarında olan bir şeydir.
Peyğəmbər Seçim sallallahu Allahındır. o qəbilələrin, o insanların bax belə şeylərə rəhbərlik məsələsində həssaslığından qorxurdu. Ümmətin parçalanmasından və yaxud da ki, o ilahi ki, ayə nazil olurdu, ilahi ayələri nəfs imkan vermirdi ki, olduğu kimi qəbul etsinlər. Mənəvi, o mənəviyyət tənəzzülü, o bataqlığında batan insanlar var idi. Cahil ərəb idi. Nə olsun ki, Peyğəmbər sallallahu canına qoymuşdu. Yenə də onların canlarında var idi. Yenə də onlar o haqqı qəbul etməyəcəkdilər. Peyğəmbər sallallahu bundan qorxurdu. Münafiqlərin o fitnələrindən qorxurdu. Və yaxud da ki, ən əsası deyəcəkdilər ki, Peyğəmbər Allah Rəsulu bax bu ayəni öz xeyrinə həll elədi. Öz əmisi oğluna, öz kürəkəninə canişinlik təklif elədi. Və digər Peyğəmbər sallallahu qorxusu oydu ki, insanlar Rasulullaha, İslam dininə qarşı bədgüman olacaqdılar ki, nə gəlirsə, deməli bu öz xeyrinə həll eləyir. Ən əsası isə bəzi insanlar, bəzi şəxslər Əli əleyhissalamdan narazı idilər. Bu da haqsız yerə idi. Çünki İslam dini bərqərar olandan Əli əleyhissalam əlində qılınc tutmuşdu, İslamın xidmətində idi, nə qədər kafirlərin başını kəsmişdi. Onun o təəssübkeş ərəblər də bunu unutmamışdılar. Əli əleyhissalama qarşı bir kin bəsləyirdilər. Ona görə Peyğəmbər sallallahu bax o qarşı durmalardan, o pərakəlindilikdən qorxduğuna görə tərəddüd edir. Amma Allah Teala nə deyir? Deyir ki, Allah səni insanlardan qoruyacaq, vəd verir. Allah kafir o dəstəni hidayət etməz, mən varam, sən sözünü aç. Onlar kimdir? Zaten dinin yiyəsi Allahdır. Allah Teala əgər məsələn Peyğəmbər sallallahu öldürülsəydi, Allahın dini ortada mı qalacaqdı? Xeyr, dinin yiyəsi Allahdır. Allah da kim istəyir, əmr edir. Peyğəmbər sallallahu da vəzifəsi əbdlikdir, çatdırmaqdır. O da çatdırır. Bir söz var, İslam dini Məhəmməd Peyğəmbərlə başladı, İmam Hüseyn əleyhissalamdan əbədi keçdi. Yəni Allah kim istəsə onu vasitəçi qərar verir. Və biz müsəlmanıq, düzdürmü? Bəli. Bizim Peyğəmbərimiz Məhəmməd Peyğəmbərdir və biz ümmət olaraq niyə görə Peyğəmbərin o sözü bizə kifayət eləmədi? Burada məsələ nədir? Vicdan məsələsi, əqli məsələ, nəfsi məsələ, yəni Mövla kimi qəbul eləmirlər. Əleyhissalam Allah buyurduğu şəkildə də yəni qəbul eləmir. Məndən sonra Baxın, yekdil olan bir söhbət yoxdur axı. Nəfs məsələsi var. Bir də o həmin o mövzuya baxış açısı var. Hər bir kəsin zehniyyəti var, qəbul etmə potensialı var. O yöndən başlayır. Məsələn, siz bir çiçəyə baxarsınız, bunu başqa yöndən görərsiniz, onu başqa cür izah edərsiniz. Mən o çiçəyə baxaram, başqa yöndən izah edə bilərəm. Bu təbiidir. Bu təbiidir, bu olmalıdır. Bu əgər bir din varsa, bir əzəmətli bir din varsa, bu da olacaqdır da. Pislər olmasa yaxşılar seçilmez. Amma belə bir şey deyim ki, amma vilayət məsələsinə gəldikdə isə heç kəs deyə bilməz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm özündən sonra Allahın əmri ilə yerində canişin təyin etmədi. Ola bilməzdi. Çünki, bax, biz sözümüzün əvvəlində nə dedik? Dedik ki, Peyğəmbər sallallahu hətta, məsələn, bir səfərə çıxanda, müharibəyə gedəndə yerində canişin təyin edirdi. Hətta, baxın, Təbuka gedəndə, baxın, mən təsadüfi olaraq Əbu Dəcanənin adını çəkmədim. Təsadüfün çəkmədim ki, yəni Peyğəmbər sallallahu ilahi əmri yerinə yetirdiyi, bu maarifləndirici idi, ictimai siyasi bir forma daşımırdı, bu maarifləndirici idi, yerində bax insan təyin etdi. Hətta Peyğəmbər sallallahu ki, o Qədirxumda öləcəyindən xəbər verdi, dedi ki, tezliklə mən sizin aranızdan ayrılacağım, o əmanat məsələsində. Bilirdi ki, bu insan əzəmətli bir şəxs, Peyğəmbərlərin qaymağı olan bir insan öləcəyindən xəbər verir. Güc bəla ilə belə deyək ki, o insanları bir dövlət qurmuşdu, 23 il ərzində bir dövlət qurmuşdu, onu başsız qoysun, desin ki, mən dünyamı dəyişirəm, siz nə edirsə eləyin, özünüzə bir başçı seçin. Belə bir şey olardı? Xeyr, olmayacaqdı. Təbii ki, vilayət məsələsinə gəldikdə isə hər bir qövmə, hər bir ümmətə bir başçı lazımdır. Çünki nə qədər ki, Peyğəmbər sallallahu sağ idi, idarəçilik, dini və uxravi cəhətdən hamısı
Peyğəmbər sallallahu öhdəsində idi, heç bir problem də yox idi. Əsas məsələ nə idi? Peyğəmbər sallallahu sonra seçiləcək insanların o qəbul etməsi idi, onların nəfsində idi. Haqqı qəbul Bəli. Bəli. Necə yəni bir cəmiyyətə bir tənzimləyici, bir idarəçi edən bir insan lazım deyil? Əlbəttə ki, lazımdır. Bəli də Allah qayda qanunlarını O yürüdə da Allahın bilən əmri biridir. ilədir də, Bəli, əlbəttə. Allahın. Məsəl üçün Peyğəmbər onu yüzlərlə insanın içində yox, hələ ki evdə də elə bilərdi, düzdürmü? Amma yüzlərlə insanın içində elədi də. Amma bəziləri deyir ki, yox, nə olsun yüzlərlə insanın içində eləsə də bəziləri heç qəbul eləmədi. Yenə burada da gəlib çıxırıq hansı söhbətə, o əqli məsələ, nəfsi məsələ ki. Bəli, və nəfsdir. Bəli. Əziz dəyərli izləyicilərimiz, biz bugün sadəcə bir tarixi hadisə haqqında danışmadıq. Biz bugün Peyğəmbər sallallahu bizə qoyduğu əmanətdən danışdıq. Və Qədrxum sadəcə bir məkan adı deyil. Peyğəmbər sallallahu əleyhi və səlləmin bizlərə verdiyi ilahi mesaj idi və doğru yolun elanı idi. Bizlər düşünməliyik ki, niyə görə Peyğəmbər sallallahu o isti çöldə yüzlərlə insanı topladı? Bu qədəmi Qədrxum hadisəsi vacib idi. Tarixdə elə anlar olur ki, əsrlər keçsə də unudulmur. Onlardan biri də təbii ki, Qədrxum hadisəsidir. Çünki Qədrxumda deyilən o söz əslində həmin günə aid deyildi, bütün zamanlara aiddir və həmin çöldə sadəcə olaraq insanlar toplanmadı. Həmin çöldə insanlara doğru, ümmətə doğru yol göstərildi. Sevginin, rəhbərin, vilayətin adı açıqlandı. Və Əli ilə Salamı sevmək sadəcə bir sevgi məsələsi deyildi. Əli ilə Salamı sevmək ədaləti sevməkdir, vicdanı sevməkdir, vəfanı sevməkdir və Peyğəmbər sallallahu sədaqətdir. Təbii ki, bizlər bugün mübahisə üçün yox, haqqı qəlbimizlə hiss etmək üçün buradaydıq. Allah qəlbimizi nurdan, sevgidən ayırmasın və əziz dəyərli müəlliməmizə mən təşəkkür eləmək istəyirəm. Allah sizdən razı olsun. Elinizə, ömrünüzə bərəkət. Çox gözəl bilmədiklərimizi də öyrəndik. Və həmişə olduğun kimi İrs media əməkdaşlarına, pərdə arxasında xidmət göstərən, Əhl-i-Beyt yolunda gözəl şəkildə xidmət edən əziz dəyərli insanlara mən təşəkkür eləyəcəyəm. Allah müvəffəq eləsin, Allah qəbul eləsin. Əhl-i-Beyt yolunda xidmət göstərmək həqiqətən çox böyük bir nemətdir. Amma istəyərdik ki, qısaca bir mövzu var, ona toxunaq. Keçən proqramda Aybəniz müəllimlə bir müzakirəmiz olmuşdu. Gəldik, biz sonda keçmişdə olan toylarla bağlı bəylər ayrı olur, xanımlar ayrı olur. Onda bəylər xanımların çadırına daxil ola bilməzdi. Belə bir, biz oradan ünvanlayıblar ki, bizim üçün bu hicablar lap geridə qalmışdılar. Məxsus demək üçün. Nə mənada deyirlər ki, geridə qalmışdı? İndi mən onu deyim ki, əslində biz cəm halda danışmamalıyıq, düzdürmü? Hacılar, namaz qılanlar, hicab olmaz, heç kim buna ixtiyar yoxdur. Deyəndə də bəzi sözdən mütləq istifadə eləməliyik. Mən özüm bir tərəfli danışan insan deyiləm. Məsəl üçün, ədəb-ərkanla hicaba riayət edən ana-bacılarımızdan danışanda o ruhən üryanlardan da danışıram. Hicabdan amma ruhən. Amma dəfələrlə mən tədbirlərimizdə demişəm ki, elə hicabsız xanımlar var ki, bəzi hicablardan ədəbli ərkanlıdırlar və mən xahiş edirəm ki, cəm halda danışmaya qaldı. Biz geridə qalmışıq. Əziz dəyərli o hicabsız xanımlar mesaj göndəriblər bizə. Baxın, siz o geridə qalmış sözünü deyirsiniz. Əslində o geridə qalmışlıqda Allahın razılığı var. O xanımlar ki, kamil hicabdadılar, riayət edirlər. Siz onlara o sözü dedikcə düşünməyin ki, onlar yollarından dönərlər. Əksinə ondan feyz alırlar. Bir kəlmə deyirlər, Allah sənin razılığın üçündür bu. Yəni, bu sözü deməklə heç bir onlara təsir edə bilməyəcəksiniz. Qaldı müasirliyə. Mən düşünürəm ki, hicablı xanımlar yetərincə müasirdirlər. Ali təhsilləri var, ailə var, övlad var, xidmət edirlər. Ən böyük müasirlik elə budur. Düzdürmü? Bir neçə dil bilən var, məsəl üçün, öz biznesləri olanlar var, işləyənlər var. Hətta avtomobildən idarə. Əgər müasirlik budursa, sadəcə olaraq hicablı xanımlar bir həddə qədər müasirdirlər ki, orada artıq Allahın razılığı yoxdur. Düzdürmü? O müasirlik siz nəyə deyirsiniz? Mənə çox maraqlıdır ki, üryan gezməyə deyirsiniz, açıq-saçıq gezməyə deyirsiniz və yaxud da bəylə xanım arasında o pərdəki götürülür, səmimiyyət ona mı deyirsiniz? Belə. Onda belə çıxır ki, biz də belə deyək ki, biz hicablar üçün geridə qalmış insanlar o kəslərdir ki, ədəb yoxdur, ərkən yoxdur, əxlaq yoxdur. Belə deyim ki, namusdan, qeyrətdən, şərəfdən uzaq olan insanlardır. Bizim üçün geridə qalmış insanlar o kəslərdir ki, Allahın vacibiyyətini
belə deyim ki, icra eləmək istəmirlər, eləyənləri də yoldan döndərirlər, Allahın müqəddəs ziyarətlərinə dil uzadırlar və s. və s. Bizim üçün də geridə qalmış o xanımlardır da. Ona görə deyirəm ki, bugünkü gün biz hər bir kəsin yoluna, seçiminə, hicabına, hicabsızlığına hörmət eləməliyik. Onlar argument nəyə əsasən gətirirlər? Geridə qalmışdı. Argument nəyə gətirirlər? Əlbət örtünməyə görə. Örtünmək, məsələn, kilsəyə gedəndə Həzrət Məryəm salam əleyhə baxırsan, hicablı. Məsələn, bir rəssama desən ki, bir qadın, kamil qadın bədəni və qadın çək, o mütləq ki, qadını örtülü şəkildə çəkəcək. Bəli. Çünki heyvan da çılpaqdır, insan da çılpaq. Necə olacaq? Bəs libas insanın zinətidir. Qaldı bu saç ölçməkdən gedir də söhbət. Burada baxın, siz gözəl əhatəli o qədər danışırsınız ki, mən sizə heç əlavə etmək istəmirəm, həqiqətən də kifayət eləyir. Mən deyərdim ki, o müasirlik insanın zehniyyətidir, insanın dünya görüşüdür, insanın baxışlarıdır, insanın cəmiyyətdə formalaşmasıdır, insanın qadın kimi ailədə, küçədə, nə bilim, cəmiyyət arasında əxlaqi və insani davranışların göstərməsidir. Düzdür, biz elə hicablarımız var ki, üz qarasıdır. Biz onu deyə bilmərik ki, bu insan faktorudur. Elə bir insan var ki, dini gözdən salmaq üçün hicab geyir. Elə insan var ki, hicabı zinət üçün geyir. Elə insan var ki, Allah əmridir geyir. Amma elə, məsələn, üzdən İraq çırpaqlar da vardı ki, cəmiyyəti nə günə qoyurlar cəmiyyəti? Hər bir şeyin loru dilində deyirlər, baxın, açıq əgər səmimi istəyirlərsə, biz səmimi istəyirik ki, verilişimiz getsin. Hər bir şeyin abırlı olması lazımdır da. Məsələn, çılpaq bir şeyə, hər şeyə qoyulur da, milçəkdə qonar, arıda qonar, nə. Qadın bir pırlantadır, belə deyək. Zinət əşyasıdır. Zinət əşyasını üstü örtülü bir şeydə saxlamaq yaxşıdır, yoxsa açıq saxlamaq yaxşıdır. Hər bir insanın geyim tərzi var. Heç kəsin də haqqı yoxdur ki, bu sözləri desin. Əgər kimlər ki deyirlərsə, onların həqiqətən də onların zehniyyəti geridə qalmışdır. Bu nə deməkdir ki, siz gözəl dediniz də, o qədər bizim elmi dərəcəsi almış insanlarımız vardır ki, nə qədər insanlar onlardan elm alırlar. Bu geyim məsələsi və yaxud da ki, çılpaqlıq məsələsi geyimsizlik deyil. Əsas insani və əxlaqi dəyərlərin cəmiyyətdə sərgiləməsidir ki, biz qadını Allah-u Teala övladın tərbiyəsini Allah Teala qadının ötəsinə qoyub, düz. İstəyirsən kim olursan ol, istəyirsən hicablı ol, istəyirsən hicabsız ol. Sən bu tərbiyəni gözəl verməlisən. Sən əgər sənin əxlaqın yerində deyilsə, sən bu cür düşünürsənsə, cəmiyyətdə ayrılıq seçkilik qoyursansa, sənin tərbiyə elədiyin övlad nə olacaq? Sənin işlədiyin kollektiv nə olacaq? Əlbəttə ki, sən özün geridə qalmısan ki, bu cürdə yanaşmalıdır. Kim necə baxırsa, mən düşünürəm, elə görür. Gözəl baxır, gözəl görür. Dünya görüşü, əsas insanın dünya görüşüdür. Bəli, baxın, onda belə deyim ki, mən hicablı xanımlar, yenə deyirəm, yetərincə müasirlər, bir həddə qədər ki, orada artıq Allahın razılığı yoxdur. Baxın, müasiri mən yenə deyirəm, müasiri siz nədə deyirsiniz? Onlar qapanmağa, insanlar, xanımların... Baxın, o səni, bu qapanmaq zaten qadın qız qapanmalıdır. Zaten bu Allahın əmridir. Mən qapanıram, qapanmalısan da. Sən qadın əxlaq qaydalarına riayət edin. Yox, baxın, qadın örtünməlidir. Burada net şəkildə şey yoxdur. Burada nətər deyim, Allahın sözü şey olmaz. Ona nə deyirsiniz? Onlar vacibiyyəti Allahın sözünü qəbul eləmək istəmirlər. Yox, qəbul etmək istəmirsə, getsin özü şeytani məsələləri ilə qəbul etsin. Qadın zaten örtünməlidir. Qadın başdan ayağa zinətdir. Qadın hicab geyməklə o fəsada yox deyir. Bu qarşıdakı insanlar əks cinsi yazıqları günahdan saxlayır. Bəli, düzdür. Biz bundan danışmalıyıq. Yoxsa ki, ay sən hicabsızsan, mən hicablıyam, yaxşı qadınam, nəyəm xeyr? Mən hicablı olub, əxlaqım yerində olmaz, cəmaatı yoldan ayıra bilərəm. Əsas əxlaqdır. Mən belə düşünürəm. Mən deyirəm də, bunlar müasirliyə biz niyə baxırlar? Əxlaqsızda müasirliyi kimi baxırlar. Ədəb ərkən qaydaları yoxdur, müasirlik kimi, üryan gezməyə müasirlik kimi baxırlar. Xeyr, elə heyvanlar da üryan gezir də. Onda biz belə eləyək də, biz də hicablı xanımlar belə eləyək ki, hər birimiz müsəlmanıq. Artıq İslam dinini qəbul eləmişik də müsəlmanıq, düzdürmü? Müsəlman olaraq Allahın vacibiyyətidir. Siz niyə yerinə getirirsiniz? Baxın, o sözü, baxın, xahiş edirəm onu kəsməyin də. Baxın, biz hicablı olaraq deyirik də düz, bu bir məsuliyyətdir. Dini şüarı da biz özümüzə yaşayırıq. Hicablı xanımlar
niyə hicabsızları o dərəcəyə çatdırıb ki, o sözlər ortaya çıxsın? İnsan əgər hicablıdırsa, Bəli. hər şeyinə fikir verməlidir də, düz. Mən hicablı olum, əxlaqım yerində deyilsə, mən Bəli. zaten hicaba üzqarası gətirəcəm və digərləri də deyəcək ki, bu hicablıdırsa, bu Belə belə hicablı bizim cəmaət hər bir şeyi kamil görmək istəyir. Mənim böyük ustadlarımın biri deyirdi ki, biz mollamızı da kamil görmək istəyirik, yeməyimizi də, qonaqlığımızı da, hətta hər bir şeyimizi kamil görmək. Onlar da bizi kamil şəkildə görmək istəyirlər. Əgər bu belədirsə, biz zəhmət çəkək, bir hicablı xanımlar hicabımıza Təkəbbürlü riayət olmayaq, eləyək. təkəbbürlü Təkəbbürlük nədən əmələ Bəli. gəlir? Əxlaqlı bir insan bilir ki, təkəbbür şeytanın ordusundandır. Mən niyə şeytandan gələn bir şeyi qəbul etməliyəm? Təkəbbürlük yalnız Allaha yaraşan bir şeydir. Mən nəyimlə təkəbbürlənməliyəm? Elmimlə, gözəlliyimlə. Bunlar hamısı müvəqqəti olan bir şeylərdir. Görürsüz, xanım iki tərəfli danışdı. Hicablardan danışanda bəzi hicablardan da danışdı ki, yəni təkəbbürlük eləməyin, hicabsızları Əlbəttə. özünüzdən qaçırtmayın. Biz keçən dəfə bu mövzuya Bəli. toxunmuşduq. Onda belə deyək də, siz müsəlmansınız, xanımlar, amma örtüyünüz yoxdur. Niyə? Biz sizə bunu demirik. Sizin də Hər kəsin mən öz işi düşünürəm var. ki, bəli, hər kəsin yoluna, seçiminə hörmət Siz eləməlidir. ağıllı, yenə deyirəm, ziyalı, savadlı olan xanımlar, biz indi mən cəmiyyət arasında işləyirəm, hicabsızlarla, mənim o qədər hicabsız, əxlaqlı, həqiqətən də o qədər mənim çox sevdiyim, ehtiram etdiyim xanımlar var ki. Bəli, mən razıyam. Bunun mən də dəxli dəfələrlə yoxdur. Bu görmüşəm. əxlaqdan, ailə tərbiyəsindən, insanın dünya görüşünün formalaşmasından irəli gəlir. Ay sən hicabsızsan, mən hicablıyam, belə söhbət cəmiyyətdə Çox gözəl, olmamalıdır. çox gözəl. Təşəkkür edirəm sizə. Siz Allah də. sizdən razı olsun. Siz Əziz sağ dəyərli olun. izləyicilərimiz, diqqətinizə görə, dəstəyinizə görə sizə təşəkkür edirəm və bizim hər birimizin bir gözəl vacib duamız var. Allah əsrimizin imamı Mövlamız Mehdi əleyhissalamı salamat, ağamızın zuhurunu təcil eləsin. Hələ bu niyyət üçün sizlər orada gözəl bir salavat zikr eləyin, bizlər də burada bir gözəl salavat zikr eləyək və sizləri gözəl Allaha əmanət eləyirik.